69-cu il iyulun 16-sında Lebedenskin yanına bir yox, 2 Bakılı gəlib. Onlardan biri tez də gedib, ikincisi isə qalıb Ruta ilə. Belə bir mülahizə meydana çıxır ki, tez gedən siz olmusunuz. Amma siz təkrar deyirsiniz ki, Lebedenskin yanına tək getmişsiniz. Evet. Deməli, Ruta Baladis'in ölümündə yalnız siz müqəssirsiniz. Bəlkə o axşam yanınızda başqa bir adam da olub. Yox. Demək, Ruta'nın rəfiqəsi yanılıb. Mənim sizə bir sualım da var. Siz öz ifadələrinizdə boynunuza alırsınız ki, bu il may ayının 23-də sizin sexdə yoxlama başın sonra siz gecə sexə girib, mühasibatın döşəməsini sökmüş, oradakı gizli yerdən pul siyahısını çıxartmışsınız. Həmin o siyahıda sizin rüşvət verdiyiniz bəzi məsul şəxslərin də adları olubmuş. Siz bu ifadənizdən boyun qaçırmırsınız ki? Yox. Deməli, mayın 23-də sexə siz girmişsiniz. Bəli. Bax, burada mənim qarşımda 11 nəfərin ifadəsi var. Özü də çoxsu sizin dostlarınızdır. Bunların hamısı bir ağızdan deyirlər ki, mayın 23-də siz öz ailənizlə arvadınızın məktəb yoldaşı İmanovanın ad günündə olmuşsunuz, gecə 3-ə qədər heç yana tərpənməmsiniz. Bunu necə izah edərsiniz? Əgər siz ad günündə olmuşsunuzsa, demək mayın 23-də sexə siz yox, başqa bir adam girib, siyahını oradan götürüb. Mən dedim ki, mən olmuşam. Bir şeyi adam nə qədər təkrar eləyər? Bəs ad günündə kim olub? Özünüzü çaşdırmışsınız.